Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən cinayətin təfərrüatları məlum olub. Tar TV az xəbər verir ki, 52 yaşlı Azər Baxşıyev son dövrlər Bakı şəhərində övladlarının yanında yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsini israr edib. Rayona qayıdan Azər Baxşıyev İbrahim Babayevlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İbrahim Babayev Azər Baxşıyevə bıçaq zərbəsi vuraraq onu ağır yaralayıb. Azər Baxşıyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. O da qeyd olunur ki, tərəflər arasında qohumluq əlaqələri mövcuddur. İlkin versiyaya görə hadisənin ailə daxili mübahisə zəminində baş verdiyi istisna edilmir. Elməddin Bağırov, Samirə İsmailova, Cəlilabad.